İndi mən sizə bir əhvalat danışacağım, qardaşlar. Qardaşdan bunun halallığını almışam. Qəza baş verir və qardaş yanır. 3 nəfər zəngin qardaş demək olarsa onlara. Daxil olur içəri. Mənə danışanda, subhanallah, o qardaş mənə danışanda o qardaşın elədiyini. Nə qədər mənə təsir elədi. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Əziz qardaşlarım, həmişə olduğu kimi hamınıza, eləcə də özümə Allahdan qorxmağa nəsihət edirəm. Bu gözəl iftar süfrəsində əvvəla belə bir gündə bir yerə yığışıb Allahı yad etməyi bizə nəsib etdiyinə görə Allaha çoxlu-çoxlu həmd sənalar edirəm və bu məclisi təşkil edənə də Allahdan onun malına bərəkət diləyirəm hamımızın adından. Allah malına bərəkət versin. Aftara indəkumus saimun və əkələ ta'amukumul əbrar və sallət aleykumul mələykə. Bugünkü mövzumuz, əziz qardaşlarım, təkcə bu iftar məclisinə yığışanlar üçün yox, sonradan bu nəsihəti dinləyən müsəlman qardaş və bacılarımızın hamısına aiddir. Mövzunun adı belədir. Kiminlə dostluq edək? Kiminlə oturub duraq? Kimə can yandıraq? Cavabı Kəhf surəsində olan bir ayədədir. O ayədə ki, Allah subhanahu teala o nəsihəti Peyğəmbər sallallahu aleyhi və səlləmə edir. Ona nəsihət edir. Və bu ayə 3 nəsihətdən ibarətdir. Birinci nəsihəti Allahın وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذ۪ينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ. Bu birinci nəsihətidir. Peyğəmbər sallallahu aleyhi və səlləmə əmr edir. Gecə gündüz Allahın rizasını qazanmaq üçün Allahı yad edən, ibadət edən, Quran oxuyan, zikr edən, dua edən, sədəqə verən, nə varsa, Allahı yad edən nə varsa, onu Allahın rizasını qazanmaq üçün edən insanlarla oturdur. Və burada əsasən kasıblar qəsd edilir. Lakin bu ümumi hökmdür. Məsələn, Əbu Bakır, Osman, Abdurrahman ibn Avf, Ömər, Səad ibn Vəqqas və digərləri radiyallahu anhum. Bunlar zəngin idilər, kasıb deyildilər. Və kasıblar deyiləndə qəsd edilir təvazökarlar. Adam zəngin olsa da əgər təvazökardırsa, kasıb təbəqəyə aiddir. Yəni o özü-özlüyündə başa düşür ki, mən kasıbam, zəngin Allahdır. Mən həmişə Allaha möhtacam. Bax, o insanlarla oturub durmaq lazımdır. Amma o adam ki, fikirləşir ki, mən zənginəm, heç kəsə də ehtiyacım yoxdur. Nə Allaha, nə başqa birisinə. Onlarla oturub durmaq fəlakətdir. Kasıb olsa belə, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem səhih hədisdə deyir ki, 3 sinif insan 2 qat günah qazanır. Zalim rəhbər, zinakar qoca və bir də kasıb təkəbbürlü. Heç nə yoxdur, görsən, icarəyə Range Rover götürüb gəlir ki, hamı elə bilsin ki, bu iş adamıdır. Bunun nəyisə var. Belə adamlardan Allah subhanahu teala Peyğəmbər sallallahu aleyhi ve sellemə nəsihət edir ki, uzaq dur. Onlarla oturub durma. Otur dur ancaq kasıblarla. Yəni təvazökarlı insanlarla. Həqiqi mənada kasıb olanlarda təvazökar daha çox olur. Nəinki zənginlərdə. Və Rasulullah sallallahu aleyhi ve sellem bunu həyatı boyu tətbiq edib. Heç vaxt tək yemək yeməyib. Süfrəsinin başında həmişə kasıblar olub, yetimlər olub, suffə əhli olub. Ona kimsə hədiyyə eləyəndə bir, məsələn, qoç. Onu tək yemirdi. Böyük bir sinisi var idi. 4 nəfər onu gücündən qaldırırdı. O qoçu bişirtdirirdi, siniyə qoyurdu və sahabələrin hamısını çağırırdı oraya.
Hərə bir loxma yesin, amma birlik olsun, qardaşlıq olsun. Hamıya çatsın, hamı datsın o yeməkdən. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem belə olub. Kasıbları sevib və ümmətinə görə nəyi əmr edir? Qardaşlar, bunu mən deyərdim ki, hər bir müsəlman qulağında sırğı eləsin və təbliğ eləsin. Çatan müsəlmana bu hədisi desin, aşılasın, izah eləsin, əməl eləməyə ona vacib buyursun. Hədisə baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yalnız möminlə dostluq et. Və qoy sənin yeməyini ancaq Allahdan qorxanlar yesin. Bugünkü məclisdə Allah subhanətə alə nəsib elədi ki, bu məclisə məhz Allahdan qorxan müsəlman qardaşlarımız toplaşdı. Bu böyük nemətdir. Kaş bütün müsəlmanlar belə hərəkət edərdi. Bəli, zənginlər də bizim qardaşlarımızdır. Ancaq bir şərtlə, əgər təvazökardırlarsa, vallahi elə olub ki, gəlmişəm məclisdir, Allahın və Peyğəmbərinin sallallahu aleyhi ve sellem sözünü danışıram və baxıram ki, həmin adamlar belə ehtinasız yanaşır. Hə, sən danış, belə, sanki belə demək istəyir də. Yəni, sənə gəl çağırmışam bura ki, danışasan. Biz öz işimizdəyik. 5 dəqiqədən sonra durub çıxıb getmişəm o məclisdən. Məclis yiyəsindən də zurxaqlıq eləmişəm ki, qardaş, bura mənim yerim deyil. O yerdə ki, mənim sevdiyimin sözünə sevə-sevə qulaq asmırlarsa, yəni mənim sevdiyimi Allaha və Rasuluna sallallahu aleyhi ve sellem hörmət olunmursa, mən orada otura bilmərəm. O məclisi dərhal tərk etmişəm. Və Rasulullah sallallahu aleyhi ve sellem belə məclisləri o yerdə ki, təvazökar, xüsusilə də kasıblar olan məclisi barəsində dediyi o fəziləti əgər müsəlmanlar bilsə, çalışarlar ki, daim belə məclislər təşkil eləsinlər. Kasıblar heç vaxt ehtiyac içində qalmasınlar. Yəni, təvazökarlardan söhbət gedir. O, kasıb təvazökar insanların, vallahi sizə deyirəm, yemək içməkdən çox ehtiyacı nəyədir? İmanın təzələnməsinə, qəlbin rahat olmasına, günahların bağışlanmasına, Allahın onu sevməsinə. Buna bizim daha çox ehtiyacımız var. O yeməyi biz hər yerdə yiyə bilərik, elə deyil? Ancaq biz yığışanda bir yerə nə baş verir? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mələklər o məclisi əhatə edir qanadları ilə. O məclisdə olanların qəlbinə Allah Teala sükunət nazil edir, rahatlıq. Heç nədən qorxmurlar, heç nəyə görə kədərlənmirlər, dünya sıxıntıları olar, sıxmır. Ancaq fikirləri nədir? Axirəti qazanır, cənnətlik olur. O məclisdə olanlara Allah Teala günahlarını bağışlayır. Və o məclisdə olanlara Allah subhanahu teala ad mələklərin yanında yad edir. Bu böyük nemətdir. Allah subhanahu teala vəd edir və vədinə xilaf çıxmır. Fəzkuruni əzkurkum deyir Bəqərə surəsində. Məni yad edin, mən də sizi yad edin. Və yad edir. İndi siz təsəvvür edin ki, hər gün müsəlmanlar belə yığışıb Allahı yad etsə, hər gün Allah onları yad etsə, gör, bu nə cür böyük nemətdir. Əgər bu nemətə nail olmaq istəyiriksə, bu nemətə aparan, yəni Allahın sevgisinə qovuşduran bir dənə yol var. O yoldan kənara çıxsaq, bu nemətə nail olmayacaq. Bu hansı yoldur? Allah subhanətə alə Ali-İmran surəsinin 31-ci ayəsində deyir ki, Qul in kuntum tuhibbunəllahə fəttəbi'uni yuhbibkumullah və yəğfir ləkum zunubəkum. De, əgər siz Allahı sevirsinizsə, la ilə illallah gətirmirsən şəhadəti, mən Allahı hamıdan çox sevirəm deyirsən, Allaha canın fəda olsun deyirsən, bunu ispat eləməlisən. Hansı yolla? Şəhadətin ikinci sələfi də olmalıdır. Əgər Allahı sevirsinizsə, Muhammed Peyğəmbərin sallallahu aleyhi ve sellemin yolu ilə gedin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Deməli,
Peyğəmbər sallallahu aleyhi və səlləmi sevməliyik. Sevməliyik, onda Allah da bizi sevəcək. Peyğəmbər sallallahu aleyhi və səlləmi sevməyin də bir dənə yolu var. Bir dənə. Tanıyasan ki, sevəsən. Tanımadığını necə sevəcəksən? Qardaş, bax, məsələn üçün, ata-ana səni böyüdür uşaq vaxtından. Necə bağlanırsan onlara? Ata-ananı artıq tanıyırsan, sevirsən. Bir ay gedib səfərdə olanda darıxırsan, tez istəyirsən ki, qayıdasan, qucaqlayasan. Ata-ana dünyadan köçəndən sonra onu xatırlayanda ağlayırsan. Qəbrini ziyarət edib ağlayırsan. Sevgidən irəli gəlir də bu. Bəs niyə Peyğəmbər sallallahu aleyhi və səlləmi bu cürünə sevmir bir qism müsəlmanlar? Bu həqiqətdir. Yer üzündə müsəlmanların bəlkə də çoxu sual versən ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi vəsf elə, bilməyəcək necə vəsf eləsin. Orta boylu olub, saçları qara, saqqalı qara, bir-iki dənə ağ tüklər olub saç saqqalında, qarnı düppədüz olub, dərisi qırmızıya salırmış, gözü sürməli, qara, amma ağlığında qırmızılıq, dodaqları, ağzı iri, əlləri iri, məfsəlləri iri, sərt, bərk, bütün bunların hamısı Peyğəmbər s.ə.v-in vəsfidir. Bu zahiri görünüşüdür. Ondan sonra gəlir onun əxlaqı, rəftarı, necə oturub, necə durub, necə yemək yiyib, necə ibadət edib, necə oruç tutub, necə, bunların hamısını bilməyən adam necə deyə bilər ki, mən Peyğəmbər s.ə.v-i sevirəm. Əlhəmdülillah ki, alimlər bu mövzuya dair bizə miras qoyub gedib. Kitab, Peyğəmbər s.ə.v-in xislətləri kitabı var. İmam Əbu İsə Tirmizinin, rahiməhullahın kitabıdır. 415 hədis Peyğəmbər s.ə.v bizə vəsf edir. Başdan axıra qədər, vəfatına qədər. Bunu oxuyub, öyrənib, onu tanımaq, onun yolu ilə getmək lazımdır ki, o da səni sevsin. O səni sevsə nə baş verəcək, bilirsiniz? Bu yəqindir, bu 100% belədir. Qiyamət günüdür. Məhşərdə durmusan, qəbirdən indi çıxmısan, həyəcanla. Gəlib durmusan məhşərdə qorxa-qorxa ki, indi mənim barəmdə nə hökm veriləcək? Mən cənnətə gedəcəm, yoxsa cəhənnəmə gedəcəm? Qorxu içində gözləyirsən, hamı kimi. Birdən uzaqdan səs gəlir. Qardaşım, yanıma gəl. Bunu gözlü yumub təsəvvür eləyəndə ağlamamaq mümkün deyil. Aləmlərə Peyğəmbər göndərilən böyük şəxsiyyət hovuzun yanından səni çağırır. Qardaşım, yanıma gəl. Və sən gedirsən. Səninlə bərabər çox adam gedir. O gedənlərin bir qismini mələklər buraxmır. Deyir, bunlar bidət edirdilər. Bunları Peyğəmbər s.ə.v yolu ilə getmirdilər. Başqa yolla gedirdilər. Amma sən ömrü boyu sünniyə riayət eləmirsən, bidətdən uzaq durmursan, sənin üçün mələklər yol açır. Kənara çəkilir ki, gəl keç. Sən Peyğəmbər s.ə.v-in həqiqi qardaşısan. Və sən fəxrlə yaxınlaşırsan Peyğəmbər s.ə.v. O da gəlir səni qucaqlayır. Və yanındakı sahabələrinə deyir ki, baxın, bax, bu mənim qardaşımdır. Ömrü boyu mənim sünnəmə riayət edirdi. Mənim buyruqlarımı insanlara çatdırırdı. Əmirləri buyururdu, qadağalardan çəkindirirdi. Bu mənim qardaşımdır. Təsəvvür edin o sevinci, qardaş. O, hər adama nəsib olmur. Kim bu həyatda onu tanıyır, onu sevir, onun yolu ilə gedir, onun buyruqlarını yerinə yetirir, qadağalardan çəkinir, Allah ancaq ona onu nəsib edir. Və mən həmişə hər yerdə qardaşlara tövsiyə edirəm ki, qardaşlar, bu həyat insana bir dəfə verilir. Dünya elədir ki, dünyanı qazanırsan, yığırsan, ömrün başa çatanda başa düşürsən ki, ömrümün çox hissəsini bihudə işlərlə məşğul olmuşam. Ancaq ömrümün çox hissəsini axirətin üçün sərf edəndə başa düşürsən ki, bu həyatda nəyəsə görə yaşamışam, məqsədim olub. Və ümid edirsən ki, qiyamət günü mənə vəd olunanlar veriləcək. Və qiyamət günü nə baş verir, qardaşlar? Nə baş verir?
Mən sizə deyəcəm. Mən indi bir kitab hazırlayıram, az qalıb. 10 günə təxminən qutarmalıyam o kitabı. Kitabın adı belədir, Ölümdən sonraki həyat. Təxminən 100 səhifəli kitab olacaq. O kitabda çox ayə və hədislər gətirmişəm, qeyd eləmişəm. O ayə və hədislərin içində bir ayə var. Bir ayə deyil, dalbadal gəlir bu ayələr. Gedib oxuya bilərsiniz. Həqqa surəsindədir. Mömin adamın qarşısına onun əməlləri olan kitab qoyulur ki, bax, bu əməlləri sən eləmişsən. O baxan kimi sevinclə deyir ki, mən bilirdim ki, mənim əməllərim mənə ərz ediləcək, qarşıma qoyulacaq. Mən bu günü gözləyirdim. Mən bilirdim ki, kitabım qarşıma qoyulacaq. Mən bilirdim ki, Allah mənə vəd elədiyi o nemətləri, o cənnəti mənə bəxş edəcək. Sevinir ha buna. Amma kim ki, əyri yoldadır, onun qarşısına kitab qoyulan kimi deyir ki, kaş əməllərimdən xəbərim olmayaydı. Kaş dünyadakı ölümün bir dəfəlik olaydı. Kaş bir də bu dünya, bu dirilib gəlib haqq olmayaydı. Əsas yeri gəlir o ayələrin. Mal dövlətim mənə kömək olmadı. O qədər mal dövlət yığmışdım. Vəzifəm, hökmranlığım da puç olub getdi. Onun da indi burada faydası yoxdur. Burada heç kəs mənə demir ki, ay rəis, ay nə bilim, nə. Hamı Allahın qarşısında quldur. Ona görə bu həyatda fikirləşmək lazımdır ki, Allahın qarşısında olanda nə cavab verəcəyik? Ayənin ikinci hissəsi gəlir. وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا. O kasıblardan nəzərlərini çəkmə. Dünyaya, dünya malına meyl edərək. Fikir ver. تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا. Dünya malına meyl edib, onları kənara qoyma, onları unutma. Vallahi deyirəm sizə, nə qədər aramızda zəngin qardaşlar var ki, vaxtı ilə 15 il, 20 il, 25 il bundan əvvəl çox kasıb olub. Və kasıb vaxtı kasıblarla oturub dururdu. Zəngin olandan sonra artıq onların heç birini saymır. Hamısından uzaq. Telefonuna cavab vermir. 15-20 illik qardaş telefona cavab vermir. Və təəssüf hissi nədir? Kasıb olan vaxtı, kasıb qardaşlarla oturanda deyirdi ki, mənim üçün dua eləyin, bir iş qurmuşam. O işin bərəkətli olsun, hamınıza əl tutacam. Hamınızın yanında olacam, hamınıza arxa olacam. Təəssüf ki, dünya malı elədir ki, o gələndə artıq insanın gözünü bağlayır. Gör Allah Subhanahu kimə deyir ki, ehtiyatlı ola, birdən dünya malı səni yoldan çıxarar. Kimə deyir bunu? Allahın Peyğəmbərinə. Biz kimik ki, şeytan bizi yoldan çıxarmasın? Pul gələn kimi gəlib deməsin ki, daha mən səninlə oturub dura bilməyəcəm. Sən mənim səviyyəm deyilsən. Uşaq vaxtı mən o qədər şeylər görmüşəm ki, uşaq vaxtı onunla ibrət götürürdüm. Mən baxırdım ki, böyüklər, bax, filan kəslə filan kəs, uzun müddət bir yerdə idilər. İndi niyə bunlar ayrılıb, niyə arası dəyib? Böyüyəndən sonra başa düşürdüm ki, bunlardan biri getdi vəzifəyə, o biri qaldı kasıb halında. Ona görə artıq bu onu saymır. İndi diqqət edin bu hədisə. Bu çox təsirli hədisdir. Səad ibn Əbvəqqas radiyallahu anh, elə belə adam deyil. Elə belə adam deyil. Onun Allah yanında olan dəyəri tamam başqa cürdür. Peyğəmbər sallallahu aleyhi ve sellem ancaq ona deyib ki, atam anam sənə fəda olsun. Ancaq onu barmağı ilə göstərib deyib ki, bu mənim dayımdır. Göstərin görüm hansı birinizin belə dayısı var. Hörmət üçün. Ancaq onun üçün dua edib deyib ki, Allahümmə istəcib li Səadin izədə atə. Səad nə vaxt sənə dua eləsə, onun duasını qəbul elə. Fikir ver ya, nə vaxt sənə dua eləsə, onun duasını. Bu hamısı Səadın hörmətidir ya. Ondan əlavə 10 nəfər cənnətlə müjdələnən xüsusi sahabələr arasında yer alıb o sahabə. Onlardan biridir o. Və zəngin olduğu halda kasıblara çox sədəqə paylayan birisidir. Ya bunun fəzilətlərinə baxın. Belə bir fəzilətli adam Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında deyir ki, ya Rasulullah, biz o kasıb müsəlmanlardan üstünük də.
eyni ibadəti eləyirik, amma biz daha çox sədəqə paylayırıq, yaxşı işlər görürük. Savabımız onlardan çoxdur. Fikir verin, səadın niyyəti o deyil ha ki, biz onlardan üstünük, onlar heç nədir. Təkəbbür eləmir ha bu. Sadəcə bilmək istəyir, soruşmaq istəyir ki, ya Rasulullah, bizim savabımız onlardan çoxdur da. Bunu öyrənmək istəyir. Belə bir adama Peyğəmbər s.ə.v görün nə edir? Necə onu qınıyır? Deyir ki, məgər sizə, siz zəngin möminlərə, kasıb qardaş bacılarınızın duaları sayəsində Allah Taala ruzu vermir? Sən ona yaxşılıq etsən, o da sənə dua edir, malın bərəkatı artır. Elə fikirləşmə ki, elə belə havadan gəlir bunlar hamısı. O kasıbların duasıdır. Allah sizin malınıza bərəkət verir. İndi təsəvvür edin ki, tərsinədir. Kasıblar hamısı bəd dua edir. Həmin adamları da tanıyıram ha ki, onların axırı nə günə düşüb. 10 il, 15 il zəngin olub, kef eləyib, sonra məhv eləyiblər onu. Sa'd ibn Əbi Vaqqas radiyallahu anh başa düşür ki, Peyğəmbər s.ə.v ona nə demək istəyir? Demək istəyir ki, kasıbın Allah yanında öz dərəcəsi var, zənginin öz dərəcəsi var. Düzdür, zəngin çox savab qazanır. Amma kasıb zəngindən qabaq girəcək cənnətə. Zəngin haqq-hesaba çəkiləcək. Hardan almısan, hara xərcləmirsən, necə almısan, necə xərcləmirsən. Kasıb isə gələcək cənnətin qapısına, gözətçilər deyəcək, nə tez haqq-hesab olundunuz. Deyəcək, heç nəyimiz yox idi. Nəyə haqq-hesab olar? Heç nəyimiz yox idi. Cənnətə girəcəklər. Bax, Peyğəmbər sallallahu aleyhi və səlləmə Allah Taala, Allah özü ona nəsiyyət edir ki, belələri ilə otururdur. Çünki onlarda təqva, iman, Allah qorxusu daha çox olur. Baş qarışmır axı boş-boş şeylərə, dünya, fani dünyaya. Bütün günü nədir fikrində ki, ibadət edeyim, Quran oxuyum, zikr eləyim, mömin, zəngin qardaşlarım üçün dua eləyim, Allah olan malına bərəkət versin. Bütün günü bunu fikirləşir adam. Bu da onun imanının artmasına səbəb olur. İndi əsas məsələyə gəlirəm. Yaxşılıq eləmək istəyirsiniz. Kimə eləyək? Kimə eləyək? Allah Subhanahu Quranda deyir ki, Yəsəlunəkə mədə yunfiqun. Səndən soruşurlar ki, biz mal dövlətimizi kimə xərcləsək daha doğru olar, daha düzgün olar. Əlimə məsələn ayda 10.000 pul gəlir. O necə bölüşdürüm? Ki, hamısı mənə savab qazandırsın. Bu sualın cavabı hamı üçün maraqlıdır. Ayədə cavabı gəlir. Qul mə ənfəqtum fəlil valideyni. Bu bir. Sonra gəlir vəl-əqrabinə, vəl-yətəmə, vəl-məsəkin. Dalına gəlir ayənin. Əsas kimdir? Valideyn. Birinci valideyn. Valideyn sən başının tacı olmalıdır. Əlimin içində saxlamalısan onu. Sonra həyat yoldaşın, uşaqların, qohum-əqraba, bacı, qardaş və s. Sonra gəlir yetimlər. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem bilir ki, adam qan qohumuna daha çox yaxşılıq eləyir. Ona görə qan qohumunu olmayan insanlara yaxşılığa təşviq eləmək üçün görün nə deyir. İki sinif insanı elə tərifləyir ki, qoy xalqın kişiləri onlara əl tutsun. Onlar məhv olmasınlar. Onlar bizim gələcəyimizdir. Bu xalqın qadınları bizim gələcəyimizdir. Qadınlar korlansa bu xalqın axırı yoxdur. Və bir də yetimləri bu xalqın gələcəyidir. Vallahi mən o qədər olub ki, vəzifədə olan adamlarla İslamda və s. söhbət edəndə danışır, görürəm ki, atası müharibədə gedib gəlməyib. Yetim çalışıb gəlib olub indi böyük bir vəzifədə, böyük bir şirkətin böyüyüdür, nə bilim, insanlara yaxşılıq edir. Axır ki, yetimdir bu. Və belə yetimlər nə qədərdir? Bu yetimlərə əgər arxa çıxsalar, onlar da yaxşı oxuyub, universiteti qazanıb, sonra da xalqa xidmət eləsə, bu xalq ayağa qalxaraq, elə deyil. Rasulullah sallallahu aleyhi ve sellem görün nə deyir? Dul qadınlara yardım edən mömin, gündüzləri oruç tutan, gecələri ibadətlə keçirən, Allah yolunda vuruşan mücahidin savabı qədər savab qazanır. Savabın böyüklüyünü təsəvvür edirsiniz? Bütün gün oruç tut. Gecəni bütün ibadət elə. Üstəlik Allah yolunda vuruş, savab qazan.
Bu isə bir dənə qalxıb gedir, bir dul qadına kömək edir, o savabı qazanır. Yəni, bunu Peyğəmbər s.ə.v ona görə təşviq edir ki, ümmətin qadınları pis yola düşməsin. Ümmətin qadınlarını aldadıb ikinci zövcə adı ilə alıb bir-iki ay istifadə edib atmasınlar kənara. Ümmətin qadınları sonra zəng eləyib mənə şikayət eləməsin ki, bu qardaşlara nəsiyyət eləyin ki, bu elənçinə olmaz da, bu alçaqlıqdır. Al boşa, al boşa. Bu elə olmaz axı. Bunun qədrini bilmək lazımdır. Bu ümmətin qadınlarının. Bunlara dəyər vermək lazımdır. İkincisi isə yetim. Ondan da daha üstündür ya. Onun savabı. Daha üstündür. Peyğəmbər s.ə.v bir kəlmə ilə deyir ki, yetimə baxan məni ilə cənnətdə belə yaxın olacaq. Bu savabın o böyüklüyü təsəvvür olunmur. Peyğəmbər s.ə.və yaxın olasan. Yəni, mənə icazə verilsə, dövlət mənə icazə versə ki, bir yetimi götürüm, öz evimdə böyüdüm, saxlayayım, dərhal götürüb saxlayaram. Və mən həmişə məclislərdə müraciət edirəm ki, dövlət səviyyəsində bu məsələni qaldırın. Qaldırın ki, yetimlərə qoy xalq özü baxsın, evində böyütsün. O, heç hiss eləməsin ki, onun atası yoxdur, anası yoxdur. Necə ki, sahabələrin vaxtında idi. Heç hansısa bir tarixi rəvayətə rast gəlmişsiniz ki, sahabələrin, tabinlərin, onlardan sonraki dövrlərdə yetimxana olsun. Belə bir rəvayət var. Bu yetimlərə Peyğəmbər s.ə.v deyir ki, öz övladınız kimi baxın. Qarnını doydurun. Özünüz nə yiyirsə onlara da verin. Geyim, nə geyinirsə onlara geyindirin. Yəni, bu yaxşılığı eləyin. Müsəlmanlara yaxşılıq eləyən başda Peyğəmbər s.ə.v-dir. Hədislərini danışdım sizə. Bir neçə misal da çəkim sahabələrdən ki, ibrət olsun. Görəsiniz ki, bu sahabələr necə yaxşılıq eləyirdi. Bax, mən hərdən fikirləşirəm ki, Abu Bakr Siddiq radiyallahu anh şəhid olmayıb. Amma şəhidlərin hamısından üstün fəzilətlidir. Təfsir alimi, nə bilim, böyük bir onların hamısından üstündür. Yəni, məsələn, gözəl səsi olan sahabələr olubdur. Əbu Musa Əl-Əşəri, Abdullah ibn Məsud və digərləri, Ubey ibn Kəab. Abu Bakrın səsi yox idi. O, gözəl Quran, amma onlardan fəzilətlidir. Xalid ibn Valid kimi deyil, mücahid. Zübeyir ibn Avvam kimi deyil, Əli ibn Əbi Talib kimi deyil, vuruşsun. Amma onlardan üstündür. Bu üstünlük nədən irəli gəlir? Əsas qəlbdə axır. Kimin qəlbi daha genişdir, Allah yanında o üstün sayılır. Hamı gətirir, sədəqə verir. Peyğəmbər s.ə.v axırda Abu Bakrdan soruşur. Evdə nə qaldı? Heç nə, hamısını verdim. Milyard yarım müsəlmanın içərisində bir nəfər mənə göstərə bilərsiniz ki, desin ki, filan tarixdə, filan gündə nəyim var, hamısını Allah yolunda sədəqə eləmişəm. Mən onu eləyə bilmərəm. Və düşünürəm ki, bugünkü gün elə bir adam çətin olsun ki, hamısını versin Allah yolunda. İkinci hədis, Siddiqin Siddiq olduğunu göstərir. Sübh namazı bitdi, Peyğəmbər s.ə.v çönür sahabələrinə tərəf. Deyir, bugün kim sədəqə verib, kasıbı əl tutub? Gecə, namazdan əvvəl. Abu Bakr deyir, mən. Hamı susur, Abu Bakr deyir, mən. Radiyallahu anh. Kim xəstəni ziyarət edib? Mən. Kim cənazədə iştirak edib? Mən. Kim oruç tutub? Mən. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, kimdə bu 4 xislət bir gün ərzində cəm olarsa, cənnətə daxil olar. İstədiyi qapıdan. Bu Abu Bakr'da Siddiq radiyallahu anh. Təsəvvür edin, bu ömrünü ancaq İslama sərf edib. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, İslam üçün malını ən çox fəda edən mənim əziz dostum Abu Bakr'dır. Əs-Siddiq radiyallahu anh. İkinci misal da çəkim. Bu ilə də kifayətlərim, çox sizi yormayayım. Amma istəsəz sahabələrin o ələ açıqlığı barədə xütbələri 37 dənə ayrı-ayrı mənim qısa-qısa 10 dəqiqəlik, 15 dəqiqəlik xütbələrim var. Abu Bakr, Ömər, Osman, Əli, bütün hamısı 10 dənə cənnətə müjdələnənlər, sonra onlardan sonra gələn sahabələr, kimlər Allah rizası üçün nələr eləyib?
Gedin qulaq asın, baxın, görün, onlar nə eləyiblər, nələr eləyib. Bir dənə misal çəkirəm. Bu misalı çəkməmişdən əvvəl deyirəm ki, 100 minə yaxın sahabə olub. O sahabələr arasında yeganə sahabədir ki, indiyə qədər 15 əsrdir. İndiyə qədər cənnətdə mələklərlə bir yerdə öz qanadı ilə uçur. Cihadda 2 qolunu itirir, onun əvəzinə Allah Taala cənnətdə ona qanad bəxş edir. Bu həmin sahabədir ki, o kasıb sahabələr ona ləqəb qoymuşdular. Əbul Məsəkin, miskinlər atası. Subhanallah, miskinlər atası, kasıblar atası. Kasıbları özündən çox sevirdi. Əbu Hüreyrə radiyallahu anh kasıb idi, suffə əhli. Məsciddə yaşayırdı, evi yox idi. Yeməyi harada tapsa orada yiyirdi. Və həmin bu sahabə, Əbul Məsəkin, ləqəbli sahabə, o suffə əhlini evinə çağırırdı ki, gəlin, yemək tapmışam, almışam, gəlin yiyin. İndi baxın, baxın bu necə onlara ikram edir, nə cür verir o yeməyi. Əbu Hüreyrə deyir ki, qabın dibində olanı belə sivirib yalayırdıq. Ona heç nə qalmırdı. Evində nə var, hamısını onlara verirdi. Bu bilirsiniz nə deməkdir? Hamısını onlara verirdi. Onları doyuzdururdu. Onlar da ona o ləqəbi qoymuşdu. Əbul Məsəkin. Kim idi bu sahabə? Hamınız tanıyırsınız. Əli ibn Əbi Talibin doğma qardaşı Cəfər ibn Əbu Talib radiyallahu anh. İlk Həbəşistana hicrət edən, sonra Mədinəyə hicrət edən, 2 dəfə hicrət edənlər, 1 dəfə hicrət edənlərdən daha üstündür, bilirsiniz də? Hicrət baxımından Əbu Bakırdan da üstündür, Ömərdən də üstündür, Osmandan da üstündür, Əlidən də üstündür, radiyallahu anhumdan. Hicrət baxımından. 2 dəfə hicrət edib adam. Bax, bu yaxşılıqları biz oxuyuruq, görürük. Sonra necə ola bilər ki, sən yaxşılıq eləməyəsən insanlara? Necə ola bilər ki, sən fikirləşəsən ki, yaxşılıq edəcəyim adamı əvvəlcə araşdırım. Kimi ilə oturub durur? Kimə qulaq asır? Kimin cəmaatındandır? Hənəfidirmi, Şafiidirmi, Malikidirmi, Şiyədirmi? Qardaş, müsəlmandır. Yardıma ehtiyacı var. Bu adam ölür, xəstə ölür. Buna kömək elə, qayıtsın həyata. Azından ölməsin. Müsəlman nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm müşrikə əl tuturdu. Yahudiyə əl tuturdu. Xristiana əl tuturdu. Bu İslamın əxlaqıdır. Sən bu əxlaqı göstərməlisən. Allah Subhanahu Quranda deyir ki, İslama düşmən olmayanlara yaxşılıq etməyi Allah sizə qadağan eləmir. Yahudidir qonşum, mənimlə düşmən deyil ki. Mənimlə arası yaxşıdır. Qardaş, qurbanlıqda ət kəsdim, ala, bu sənə bir pay. Xristiyan da ona da həmçinin. Müşrik də ona da həmçinin. Bu İslamın əxlaqıdır. Necə ola bilərsən? Yardım eləməmişdən əvvəl deyirsən ki, bir dənə araşdırın, görün kimə qulaq asır o. Hansı əxlaqa sığır bu? İndi mən sizə bir əhvalat danışacağım, qardaşlar. Qardaşdan bunun halallığını almışam. Bu əhvalatı danışmaq üçün. Təxminən deyirəm. 10-15 il bundan əvvəl. Qardaşımız çox kasıb qardaşdır. Təmir işləri aparır. Tokla əlaqəli. Qəza baş verir və qardaş yanır. Bütün bədəni yanır. Və bunu xəstəxanaya yerləşdirirlər. Həkimlər yığışır. Bu qardaşın yanında olanlar mənə danışır. Deyir ki, həkimlər dedi ki, bu ola bilər heç sağ çıxmasın, həyata qayıtmasın. Və qayıtsa da onun hansısa bədən əzası kəsilməlidir. Yəni bu bütün bədəni yanır. Sarığın içindədir, hər yeri bağlıdır. Həmin vaxt deyir, biz də otaqdayıq, onun yanında otururuq. Bütün günü onun yanında. 3 nəfər zəngin müsəlman qardaş demək olarsa onlara. Daxil olur içəri. Deyir, biz gəlmişik ki, sənin bütün xərclərini burada ödəyək.
O qardaş da yaralı qardaş. Güclə danışır. Səsi çox zəif çıxır. Deyirlər ki, bax, sənin bütün xərclərini burada biz ödəyəcəyik. Bir dənə bizim sualımıza cavab ver. Qardaş deyir ki, buyurun. Deyir, Əlixana qulaq asırsan. Qardaş əllərini qaldırır belə. Mənə danışanda, subhanallah, o qardaş mənə danışanda o qardaşın elədiyini. Ona nə qədər dua elədim, nə qədər mənə təsir elədi. Qardaş əllərini qaldırıb, sinəsinə vurub deyir ki, canım da o mənim, canım ciyərim. Əlbəttə qulaq asıram. O mənə nə qədər xeyirli şeylər öyrədib. Bu 3 nəfər, yenə deyirəm, əgər bunlara qardaş demək olarsa, çönüb çıxıb gedir ki, yox, biz sənə kömək eləyə bilməyəcəyik. O da onların arxalarınca deyir ki, mənim ancaq Allaha da təvəkkülüm. Allah mənə yetər. Allah olan yerdə siz kimsiniz? Sağalar ayağa qalxır, həkim gəlir o qardaşlara deyir ki, bu möcüzədir. Bir dənə barmağını belə kəsmədiyi bunun. Təzdən hamısı bərpa oldu, həyata qayıtdı. Bilirsiniz, həmin an onun yanında olmaq, ən az onun üçün dua eləmək, ona dəstək olmaq əsl qardaşlıqdır. Nəinki gəlib orada onu alçaldasan o cürünə. O 3 nəfərə də Allah hidayət versin. Yəqin ki, onları da kimsə qızışdırıb. Yoxsa ki, ağlı başında olan yekə kişi belə hərəkət eləyər. Ora qədər gələsən, orada belənsinə hərəkət eləyəsən. Kişiyə yaraşmayan hərəkət. Allah hidayət versin. Deməli, 3-cü Allahın bu ayədə olan 3-cü nəsiyyəti nədir? Buyurur ki, وَلَا تُطْعِ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا. Allahı zikr etməkdən qəlbi qafil olan, başı dünya işlərinə qarışan, boş-boş, mənasız şeylərlə məşğul olan, birisinə itaət eləmə, tabi olma, o ilə oturub durma, o ilə dostluq eləmə. O adam ki, bütün günü fikirləşir ki, mən gedim dünyanı qazanım. Savab işlərdən uzaq durun. O adamlardan uzaq durun, qardaşlar. O insanların sizə heç bir faydası olmayacaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin ən yaxın dostu kim idi? 23 il ona yol göstərib. Təbii ki, Allahın əmri ilə. Cəbrail əleyhissalam. Cəbrail əleyhissalam təkcə Peyğəmbər sallallahu aleyhi və səlləmin yox, bütün Peyğəmbərlərin dostu olub. Ən sadiq dost həmişə onu elə olub ki, gəlib deyib ki, bax, səni öldürmək istəyirlər, qalx, get buradan. Hasarın yanında oturub Peyğəmbər sallallahu aleyhi və səlləm. Yuxarıdan başına daş salmaq istəyirlər, qalxır, gedir. Cəbrail gəlib ona xəbər verir. Onun həmişə yanında olur. Uhud döyüşündə yanında olur. Hər zaman ona dost. Və burada da gəlir Cəbrail əleyhissalam onun yanına. Ona xəbər verir ki, Rəbbinin sənə buyruğu var. Allah subhanət hələ birbaşa buyurur ona. Mən də sizə buyururam bunu. Peyğəmbər s.ə.v o buyruğu dərhal yerinə yetirir. Allah subhanət hələ ona deyir ki, ey Muhammed, namazda de. Allahümmə inni əsəlükə fi'ləl xayrat və tərkəl münkərat və hubbəl məsəkin və ən təğfirə li və tərhəməni və izə əradtə fitnətə qovmin fətəvəffəni qeyrə məftunin. Əsəlükə hubbək və hubbə mən yuhibbuk və hubbə əməlin yukarribuni ilə hubbik. 9 dənə şeyi Allahdan istə. Allah özü buyurur, özü öyrədir onu. Allahım səndən yaxşı işlər görməyimizi, pis əməllərdən çəkinməyimizi, kasıbları sevməyimizi, bizi bağışlamağını, bizə rəhm etməyini, hər hansı bir qövmə bəla göndərmək istəsən, o bəla bizə toxunmazdan əvvəl canımızı almağını diləyirik. Sənin sevgini qazanmağı, səni sevənlərin sevgisini qazanmağı və sənin sevdiyin hər bir əmələ bizi yaxınlaşdıran əməli sevməyi səndən diləyirik. Bu duanı əzbərləyin və hər namazda bu dua ilə Allaha dua edin. Onda görəcəksiniz siz necə yaxşı işlər görməyə meyl edəcək, pis işlərdən çəkinəcək, kasıbları sevəcəksiniz.
Beləliklə də Allah sizi bağışlayacaq, sizə rəhm edəcək və sizi özünə dost seçəcək. Yaxşılıq eləyəndə, qardaşlar, mən bunu xahiş edərdim ki, bu nəsiyyətimizə qulaq asan qardaş bacılarımız bir kağız qələm götürüb, ancaq başlıqları qeyd eləsinlər ki, bu 5 başlıq, 5 şərt deyək də, bunlar olsa, onda onların elədiyi o sədəqə, verdiyi sədəqə, yaxşılıq qəbul olacaq. Birincisi nədir? Elədiyin ixlasla olmalıdır, Allah üçün. Dünya mənfəəti xatirinə yox. Mən başa düşə bilmirəm o qardaşları ki, əgər onlara qardaş demək olarsa, uzun illər, 10 il, 15 il, 20 il, 25 il bir yerdədirlər. Sonra birdən görürsən ayrıldılar. Dərhal soruşuram ki, nə iş görürdünüz? Bir yerdə falan işləri görürdük. Sonra işimiz, işə görə qardaş idi siz. Utanmırsınız siz. Bax, araşdırsaz əksəriyyəti belədir, hə? Əksəriyyəti belə çıxacaq. Mənfəət dostları. Halbuki Allah Subhanahu teala əmr edir ki, ancaq Allah rızası üçün. Bəyyənə surəsi 5-ci ayə oxuya bilərsiniz. İkinci, əsas sədəqənin qəbul olunması üçün, o yaxşılığın qəbul olunması üçün. Onu eləyəndə ad, san, şan, şöhrət axtarmamalısan. Mən bunu eləyim ki, məni tərifləsinlər. Bəzən baxırsan ki, YouTube-da 10.000 dənə biz fitrə payladıq, nə bilim 20.000 dənə nə bilim neynədik, 100 dənə qoyun kəsdik verdik, hətta kasıbın evinə getməyin də videoya çəkib qoyur. Bu ayıbdır axı. Və sən bunu Allah üçün eləməlisən ki, Allah qəbul eləsin. Niyə özünü göstərirsən? Niyə şan şöhrətə can atırsan? Deməli, Allah Subhanahu teala Quran-ı Kərimdə Ən-Nisa surəsində görün nə deyir? Loğvalıq edən, özünü göstərən kimsələr ki var, mallarını xərcləyir. Onlar kimi siz olmayın. Onlar kimi malınızı xərcləməyin. Siz elədiyinizi Allah üçün edin. Üçüncüsü, sədəqə verəndə malın yaxşısından verin. Yəni, özüm istifadə eləmişəm, daha lazım deyil, köhnəlib bunu verim, ona o istifadə eləsin. Bu ayıbdır. Allah Subhanahu Qur'anda deyir ki, "Lən tənəlul birra hatta tunfiqu mimma tuhibbun." Sevdiyiniz şeydən Allah yolunda verməyincə xeyrə nail olmayacaqsınız. Və sən bunu sevirsən, özün bu şirniyyatdan yeyirsən hər gün, xoş deyirsən, bu kasıba da bir al, bir dəfə ala. Sən apar evdə yiy bunu. Onda xeyrə nail olacaqsan. O vaxtı o suffə əhli kasıblara bəziləri gətirirdik, güya yaxşılıq eləmək istəyir. Xurmaları qoyurdu zəmbillə qapının yanına ki, onlardan yesin. Baxırdılar ki, köhnə xurmadır, büzüşmüş, köhnəlmiş. Allah Teala ayə nazil elədi. Həmin o verən adamlara işarə olaraq. Sizin özünüzə bunu versələr, götürərsiniz. Ayədə belə də müraciət edir onlara. Sən özünə bunu versələr, xoşuna gələr, özünü alçalmış hiss eləyərsən də, kimisə köhnəsini geyinəcəm. Və təzə bir şey al, ver ona, o da sevinsin də. Dördüncüsü, sədəqə verən adam o sədəqəni verəndə minnət qoymamalıdır. Bax, mən sənə verdim ha, elədim ha, mənəm eləyən ha, hər il mən eləyirəm ha, mən olmasam sən belə olma. Və bu, yaraşmır müsəlmana. Minnət qoymaq ancaq Allaha yaraşır. Mənnan da Allah, mənnan. Yaxşılığı eləyir və sonra minnət də qoya bilər. Allah Subhanahu Quranda deyir ki, Peyğəmbərə ya, sən yetim idin, səni kasıb idin, səni var etdi. İslamdan xəbərsiz idin, sənə Peyğəmbərlik etdi. O biri ayələrdə deyir ki, sizə imanı kim qəlbinizə yerləşdirdi? Və sizə kim yol göstərdi? Sizə kim hidayət verdi? Quranı oxuyanda başa düşürsən ki, həqiqətən də Allah Teala minnət qoymağa layiqdir. Amma insan yox. İnsanın minnət qoyması barədə görün, Allah Teala o biri, 5-cidir bu. Bu ayə çox qorxuludur ya. Deyir ki, minnət qoymaqla sədəqələrinizi puç eləməyin. Bu qorxuludur, qardaş. Təsəvvürlə, il boyu gözləmirsən, zəkat ayırmısan, məsələn üçün 1000 manat ki, bunu kasıblara verəcəm. 1000 manatı verdin, minnət qoydun, getdi sənin o 1000 manatı. Savab da getdi, əziyyət də getdi, hər şey getdi. Amma istəyirsənsə ki,
O qəbul olsun. Gətir ona ver. Sağ əlin verdiyin, sol əlin bilməsin. Heç özün vermə, bir nəfərə ver ki, o versin. O bir nəfərə verdinən ki, o birinə ver, o aparıb versin. Üçüncü adam versin. Baxır ki, elə ki, qarşındakı xəcalət çəkməsin. Minnət qoymayasan onu. Sonuncu bir rəvayəti danışım bu ilə bağlı. Bu ilə də söhbəti tamamlayıram. Və hamınızdan razılığımı bildirirəm, minnətdarlığımı bildirirəm sizə ki, bu qədər uzun müddət oturub qulaq astınız. Nə qədər məclislər var ki, 15-20 dəqiqədən sonra cəmaat bezir orada, deyir ki, tez qutarsaydı, canımız qutarardı. 45 dəqiqədir danışıram, əlhəmdülillah, maraqla qulaq asırsınız. Allah razı olsun sizdən. Sonuncu rəvayət belədir. Bir kasıb Əli ibn Əbi Talib radiyallahu anh'ın yanına gəlir. Bu da xəlifədir, Əmir-əl-Muminin. Gəlir deyir ki, ya Əmir-əl-Muminin, mənim bürüncəyə ehtiyacım var. Havalar soyuqdur. Soyuqdur, geyməyə, əynimə heç nəyim yoxdur. Üzr istəyirəm. Səhv danışdım rəvayəti. Əsas yeridir buna. Deməli, Əli ibn Əbi Talib radiyallahu anh'ın yanına gəlir kasıb. Deyir ki, mənim ehtiyacım var. Amma demir nəyə? Ehtiyacım var. Mən sənin yanına gəlməmişdən əvvəl Allaha dua eləmişəm ki, Allahım, sən mənə kömək elə. Səndən başqa heç kəsə ehtiyacım yoxdur. Ancaq sənə möhtacam. Amma sənin yanına gəlməkdə məqsədim odur ki, sən səbəbkar ola bilərsən. Allahın mənə istədiyini sən verə bilərsən. Və onda mən sənə təşəkkür edəcəm. Verməyə imkanın yoxdursa, yenə təşəkkür edəcəm. Çünki imkanın yoxdur, amma vermək istəyirsən, kömək eləmək istəyirsən. Əli ibn Əbi Talib radiyallahu anh görür ki, bu çox əxlaqlı kasıbdır. Dilənçi deyil. Gəlib yaxasından yapışsan adamın, desin ki, verməlisən. Deyir ki, nə istəyirsənsə, o istədiyini yerdə, torpağın üstündə yaz. O da başını salır aşağı, başlayır yazmağa. Ki, bürüncə istəyirəm. Hava soyuqdur, geyməyə bir şeyim yoxdur. Yazır yerdə. Əli ibn Əbi Talib tapşırır köməkçisinə ki, gətir ona bir dənə bürüncək, üstəlik də 100 dinar ver. Bu 100 dinara 2 dinardan 50 dənə bürüncək ala bilərdi. Adam sevinə-sevinə gedir. Sonra bu köməkçi deyir, ya Əmir-əl-Muminin, axı o səndən bürüncək istədi. Sən ona amma 100 dinar artıq hələ sədəqə verdin. Niyə? Deyir ki, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bizə öyrədib. O bizə buyurub ki, insanlara onların əxlaqına uyğun dəyər verin. Qarşındakı adam əgər əxlaqlıdırsa, kasıb olsa belə ona dəyər ver. Yox, əgər qarşındakı tərbiyəsizdirsə, zəngin olsa belə ondan üst çevir. Ayədə deyildiyi kimi. Ayədə deyildiyi kimi onlarla oturub durma. Adamla oturdur. Mən həmişə danışmışam sizə, yenə xatırladım. 2005-6 o illərdə bir ağsaqqal dostum var idi, sonra vəfat elədi. Allah ona rəhmət eləsin. Özü də İslamda idi, ibadətdə idi. Bu ağsaqqal gənclik illərini SSR vaxtı 30 il yaxşı vəzifədə işləmişdi. Böyük vəzifədə. Deyir ki, biz vəzifəlilər yığışırdıq tədbir olanda. Tədbirdir məsələn. Hamı yığışıb. Baxırdıq ki, bir nəfər elə özümüz kimisi gəldi. Bahalı maşınla, bahalı geyim, vəzifə, pul, hər şeyi var. Ancaq ora toplaşanların hamısı onu görən kimi deyirdi ki, alçaq gəldi. Şərəfsiz gəldi. Hələ bir söz deyirdi. Özümə fikirləşirdim ki, bu adamın hər şeyi var, bir dənə hörmətdən başqa. Onu Allah istəmir. Necə ki, Fironun hörməti yox idi. Qarunun, Hamanın, Əbu Cəhlin, Əbu Ləhəbin və s. Amma deyir, biz zəngin adamlar, vəzifəli adamlar yığışıb gedirdik Azərbaycanın bir güşəsinə dincəlməyə, kabab yeməyə, Göygölə, Qəçrəşə və s. Orada görürdük ki, uzaqdan o kəndin, o yerin ağsaqqalı gəlir bizi ilə görüşməyə.
Ağsaqqal kasıb, nə vəzifə var, nə bir şey var. Ağsaqqaldır. Kəndin hamısı ona hörmət edir. Çox istəyir. Deyirdi ki, qalxın kişiyə salam verək. Onda mən fikirləşirdim ki, bunu bu kişi dərəcəsinə qaldıran ki var, odur. Allah da onun əxlaqına görə. Nə qədər ki, peyğəmbərlər kimi əxlaqımız olacaq, onları ucaldan Allah bizi ucaldacaq. Nə qədər ki, zalimlar kimi tərbiyəsiz, əxlaqsız olacaq, Allah bizi alçaldacaq. Allah bizi ondan uzaq eləsin, uzaq. Sonda hamımız üçün bir dənə dua eləyəcəm, bir dənə. Əgər o qəbul olsa, xoş bizim halımıza. Rabbi həblənə hukmən və əlhiqnə bis-salihin və ec'al lənə lisənə sidqin fil-əxirin və ec'alnə min vərəsəti cənnətin-nəim. İbrahim əleyhissalamın duasıdır. Ey Rəbbimiz, bizə hikmət bəxş et, müdriklik, hökm vermək qabiliyyəti, bizi əməli salih qullarına qovuşdur bu dünyadan köçəndə. Sonra gələn nəsillər həmişə bizi xoş xatirələrlə yad etsin deyə bizə gözəl ad qismət elə və bizi nəim cənnətinin varislərindən et. Subhanakallahumma və bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyk.